Olmaz. O jurnalist olsa, o sözler jurnalist sözler. Görürsən heç mən bir dəfə əli çıx demirəm. Yəni çünki səviyyə söhbəti var da, o səviyyə. Onun sən sifətini görmürsən, sifətinə yoxdur. Sən o əməliyyat edib burnun, dodağını, bir sifətinə bax onun. Bir sifətinə bax gör nə oxşuyur. Adını demirəm də bunu. Allah onun bəlasını versin. Hə. Bir onun sifətinə bax, sifətindən mordasına bax onun. Kişi də gələr kişilik mordası olur. Onun mordası. Danlıda çox şey danışma olmur. Götürüb. Hərdə danışmaq olmur. Ona görə mən danışdım ha. Də. Əli kimdir? Ha, qardaş, Mən hiss eləmirəm. Mən əlini hiss eləmirəm. əliciklər çoxdur. Mən hiss eləmirəm. Hiss eləmirəm. Onun zaman vaxt gələcək inşallah hər şey öz yerini tapacaq. Deyirdiz, sən kişisən. Elə sən əsl kişisən. Stoykov bu vaxta qədər qoruyub saxlamışsan. Elə onlar da görür ki, qardaş, bu 62 ildir bu bir dənə səhv eləmir. Bu naharaq, neynə yıxır. Onlar da kişi gücü elə olmaz da, yəni durub olmayan şeyi çəkib paylaşırlar ki, bir sənin nüfuzdan, hörmətdən sarsınlar, amma ona fikir vermir. Həm məşə sənə də aiddir. Danışanda gör kim sənin haqqında danışır. O mənim heç kimdir, mən onu hiss eləmirəm. Bu ümumiyyətcə. Prosto mən ona cavab verməzdim. Mən çox şantaj edir. Çox şantaj edir də. Mən ona görə öz səslərimi qoydum. Saatçıda bu xalq özü gibi. Xalqdakı day nəsil kök qalmıyor. Hamısı da sosial şəbəkəyə gedir. Peşman olur və doğulduğuna peşman olur. Sən tanıyan tanıyır, bilən bilir. Sən nətər olsan, necə kişisən, necə kişinin oğlusan. Sən elədiyin yaxşılıqlar, sənin dəstək olmağında, yəni halbuki qabağında bir, mənim də başıma gəlib, məclisə çağırıblar, getməmişəm, mən başımda belə bir şey. Yox, mən ona hörmət məcrasında dedim ki, belə olub, belə getməmişəm, əcəb eləmişəm. Başa düşə, səni bəlkə mən dəvət eləmişəm, hamısı evladımın toyunu, ad günü, birində olmuşsa. Sonra da deyirsən ki, mənə təhsillə bilsən nədir? Mənə təhsillə oldu ki, biz onu dəvət eləmişik, səhv düşmüş. Ondan sonra o yazıları verdim. Yaxşı eləmişsən, haqq Öpürəm bəz qardaş, baş qoşma, o uşaqdır, o bir-iki dənə söz işlədir. İnşallah onların cavabını alacaq, vaxtı gələcək alacaq. Haqq ədalət öz yerini tapacaq. Bəli, bizim dövlətimiz var, bizim hökumətimiz var. Dövlət orqanlarımız var. Onun hər bir sözü cinayətdir. Manavçıq deyir, naftalan insi gəlir. Bunlar hamısına cavab verəcək. Kim dayanıb arxasında bilmirik, amma